Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın günəş enerjisi mövzusunda beynəlxalq konferans başlayıb. 2 gün davam edəcək konferansda günəş enerjisi sahəsində beynəlxalq innovasiyalar müzakirə ediləcək, Azərbaycanın bu sahədə son illər qazandığı uğurlar öyrəniləcək. Konferansda çıxış edən alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Respublikamızın günəş enerjisinin alınması sayəsində görülən işlərdən danışdı. Bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən bir sıra bölgələrdə günəş enerjisi parklarının yaradılmasına başlanılıb. Bu sahənin davamlı inkişafı üçün xüsusi dövlət proqramı qəbul edilib. 2011-ci ildə Qobustan eksperimental poligonu və tədris mərkəzi yaradılıb. Dünyanın ilk hibrid stansiyası olan bu məntəqə artıq enerji istehsal edir. Bundan başqa Suraxanı qəsəbəsində 10 megavat gücündə elektrik stansiyası tikilir. Sədr əldə olunan uğurları təqdir etməklə yanaşı bu sahədə beynəlxalq aləmdə baş verən yeniliklərin öyrənilməsi üçün belə konferans və seminarların keçirilməsinin vacibliyindən danışdı. Layihələrimiz içərisində əlbəttə ki, birinci növbədə günəş texnologiyalarının inkişafı, günəş enerjisinin alınması, günəş enerjisinin iqtisadiyyatın bütün sahələrində tətbiqi, ələlxüsus bir ev elektrostansiya layihələri çərçivəsində bu texnologiyanın tətbiqini göstərmək istədik. Bununla yanaşı ölkədə gedən proseslər haqqında məlumat verdik. Tədbirdə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov günəş enerjisinin inkişaf perspektivləri barədə məruzə ilə çıxış edib. Beynəlxalq IB Centrinin baş direktoru Vitali Davi, Almaniyanın Energy Watch Group'un prezidenti Hans-Josef Fell, Gürcüstanın Energetika Nazirliyinin departament rəisi Liza Tavdumadze, Beynəlxalq Enerji Agentliyinin günəş energetikası istiqaməti üzrə rəhbəri Stefan Novik və digər çıxış edən natiqlər ekoloji cəhətdən təmiz və iqtisadi cəhətdən səmərəli olan günəş enerjisinin istehsalı sayəsində beynəlxalq, eləcə də Azərbaycan təcrübəsindən danışıblar. Konferans öz işini sabah yekunlaşdıracaq. Tədbirlər çərçivəsində qonaqlar bəzi günəş enerjisi stansiyalarında da olacaqlar. Surxay Atakişiyev, Elçin Tağıyev, Nailə Babayeva xəbərlər.